Hesabat iclasında Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Prezident Administrasiyasının Ərazi Təşkilat Məsələləri Şöbəsinin 4-cü ərazi sektorunun müdiri Habil Əzənmədov, Milli Məclisin deputatları, yerli hüquq mühafizə orqanlarının idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsinə hörmət və ehtiramlarını nümayiş ediblər. Heydər Əliyev mərkəzində keçirilən toplantıda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra yığıncaqda il ərzində rayonda görülən işlər və həyata keçirilən sosial layihələrə dair videoçarx nümayiş etdirilib. Hesabat məruzəsi ilə çıxış edən Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bugün ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən İnkişaf strategiyası çərçivəsində qazanılan nailiyyətlərdən danışıb. O, ötən ildə ölkəmizin eləcə də rayonun sosial-iqtisadi və ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələr, kənd təsərrüfatı, turizm və digər sahələrdə görülən işlər, həyata keçirilən respublika əhəmiyyətli tədbirlər barədə geniş məlumat verib. Bildirilib ki, Xaçmaz rayonunda əldə olunan uğurlar şəhər salma və memarlıq ili çərçivəsində 2026-cı ildə də davam etdiriləcəkdir. Prezident Administrasiyasının Ərazi Təşkilat Məsələləri Şöbəsinin 4-cü ərazi sektorunun müdiri Habil Əzənmədov çıxışında Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasəti, strateji islahatlar və qarşıda duran yeni hədəflər barədə geniş məlumat verib. Hesabat yığıncağında qərar layihəsi qəbul olunub. Xaçmazlılar adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanan müraciətin mətni oxunub. Günay Hüseynova, Xanlar Qaraca, Həcər Həsənova bugün informasiya proqramı üçün.